uşaqlar, gəlin keçən dəfə keçirdiyimiz çevrə mövzu sınağının testlərini artıq izah edim sizin üçün. Başlayaq birinci sualımızdan. Nə deyir bizə? Deyir ki, qayışla bir-birinə bağlı olan disklərin A, B və C nöqtələrinin xətti sürətləri arasında hansı münasibət doğrudur? Uşaqlar, birincisi həmişə qeyd etmişdim ki, iç-içə olan çevrələrə baxın, yaxud da bir ox ətrafında fırlanan disklərə baxın. Deməli, baxın birinciyə diqqət edirəm bura. İndi biz bilirik ki, iç-içə çevrələrdə yaxud bir ox ətrafında fırlanan disklərdə sürəti soruşur da bizdən, elə deyilmi? Sürət dəyişirdi, yoxsa sabit idi? Təbii ki, dəyişirdi. Nəyə bağlı olaraq dəyişirdi? Radiusa bağlı olaraq dəyişirdi. Dedik ki, radius artdıqca sürət nə edəcək? Artacaq. İndi O-dan C-yə kimi mənim radiusum bu qədərdir. O-dan B-yə kimi radiusumuz bu qədərdir. Təbii ki, C-nin sürəti uşaqlar B-nin sürətindən nə olacaq? Böyük. Çünki C-nin radiusu B-dən böyükdür. Keçdiyini bir digər nüansımıza. Artıq baxıram ki, A ilə bir digər tərəfdən C, çünki baxın səthə toxunan hansıdır? C çevrəmizdir. A ilə C çevrəsini bir-birinə qayışla bağlanıb. Qayışlı ötürmədə sürət dəyişirdimi? Xeyr, qətiyyən sabit idi. Onda deməli ilə A da nəyə bərabər imiş? C-yə bərabər imiş. Deməli, A C-yə bərabərdir və bu bərabərlikdə B-dən nə imiş? Böyük imiş. Cavab olacaq C variantı. Keçək indi baxaq ikinci sualımıza. İkinci sualda nə deyir bizə? Deyir ki, sabit radiuslu çevrə üzrə hərəkət edən cismin dövrətmə tezliyini 50% azaltdıqda onun bucaq sürəti, xətti sürəti və mərkəzi qaçma təcili necə dəyişər? İndi uşaqlar, baxın biz demişdik ki, artma da, azalma da ixtiyari bir qiymətdən deyir. Artırsa 100-ün üzərinə gəlirsiniz, nə qədər artıb? Azalırsa da 100-dən çıxacaqsınız. İndi dövrətmə tezliyi nə edib? 50% azalıb. Yəni 100% çıxılsın nə? 50%. Əvvəl 100% idi. İndi isə neçə faiz imiş? 50% imiş. 100-dən 50-yə gəlmək nə deməkdir? Təbii ki, 2 dəfə azalmaq. Deməli, mənim tezliyim nə ilə uşaqlar? Bizim tezliyimiz 2 dəfə azaldı. Yenə qeyd edirəm. Bax, əvvəl 100% idi. 1 tam idi, elə deyilmi? İndi daha sonra 50% azalanda nə qaldı? 50%. 100-dən 50-yə gəlmək nə deməkdir? 2 dəfə azalma. Tezlik 2 dəfə azalanda indi başlayaq. Bucaq sürətinin tezliklə olan düsturu nə idi? Omega bərabər idi 2pi-yə. Təbii ki, tezlik 2 dəfə azalırsa, bucaq sürəti də onunla düz asılı olduğu üçün nə edəcək? 2 dəfə azalacaq. Eyni şəkildə keçək indi baxaq xətti sürətə. Xətti sürətin tezlikdən olan düsturu nə idi? 2pi-n-r. İndi təbii ki, bizim əgər tezliyimiz 2 dəfə azalırsa yazaq burada. Xətti sürətimiz də onunla düz asılı olduğu üçün nə edəcək? Yenə eyni qaydada 2 dəfə azalacaq. İndi sonuncu baxaq təcillə. Uşaqlar, təcilin tezlikdən olan düsturu nə idi? A bərabər idi 4pi kvadratı, n-in kvadratı r. Sözsüz ki, əgər tezlik 2 dəfə azalırsa, təcil tezliyin kvadratı ilə düz asılıdır. Bunda bu nə edəcək? 4 dəfə azalacaq. Deməli, bucaq sürəti və xətti sürət 2 dəfə azalır. Amma tezlik, daha doğrusu təcil nə edəcək? 4 dəfə azalacaq. 2 dəfə azalar, 2 dəfə azalar, 4 dəfə azalar. Onu da bizə verib hansı variantda? Y variantında. Yəni, ikinci sualda cavabımız Y variantıdır. Keçək baxaq üçüncü sualımıza. Üçüncü sualda nə deyir bizə? Radian hansı fiziki kəmiyyətin vahididir? Təbii ki, uşaqlar, dönmə bucağının. Bu bizim elə nəzəri sualımızdır. Keçək baxaq dördüncü sualımıza. Dördüncü sualda deyir ki, disk mərkəzindən keçən ox ətrafında saat əqrəbi istiqamətində fırlanır. A nöqtəsində xətti sürəti istiqamətini tapır. Biz demişdik ki, sürət çevrəyə toxunandır. Təcil isə verilmiş nöqtədən həmişə çevrənin mərkəzinədir. İndi məndən soruşduğu nədir? Sürətdir və A nöqtəsindəki sürətdir. Çevrəyə toxunma A nöqtəsinə ya belə mümkündür, ya da baxın bu şəkildə mümkündür. İndi deyir ki, saat əqrəbi istiqamətindədir. Təbii ki, baxın istiqaməti də verib sizə. Onda ödənən hansı olacaq? 5-dən 3-dən. Təbii ki, 3-cü olacaq. Cavabımız da nədir ilə? C variantı. Keçək indi baxaq 5-ci sualımıza. Nə deyir bizə? Deyir ki, saatın dəqiqə əqrəbinin, bucaq sürətinin, saat əqrəbinin, bucaq sürətinə nisbətini hesablayın. İndi uşaqlar, biz bilirik ki, hər bir əqrəbin nəyi var idi? Mütləq şəkildə periodu. Saat əqrəbinin də, dəqiqə əqrəbinin də, saniyə əqrəbinin də hər birinin özünə məxsus dövrətmə periodu var idi. Yəni, gördünüz ki, əqrəblərdən söhbət gedir. İstər bucaq sürətinin, istər təcilin, istərsə də xətti sürətin fərqi yoxdur. Həmişə perioddan olan düsturuna gedəcəksiniz. İndi omeqanın mənə perioddan olan düsturu lazımdır. Omega bərabər oldu nəyə? 2 pi bölünsün t-yə. 2 pi ədəddir, pi-nin qiyməti 3-dür, yəni sabitdir, atın getsin. Deməli, bucaq sürətini dəyişən nəymiş? Əqrəblərin periodu. Onda gəlin yazaq. Məsələnin şərtini nə verir bizə? Omega dəqiqə bölünsün nə? Omega saat. Baxıram, periodda necə asıdır? Tərs asıdır. Yəni, t saat bölünsün nəyə? T dəqiqəyə.
İndi gətirib bütün qiymətləri yerinə qoyaq. Saatın saat əqrəbinin dövr etmə periodu nəyə bərabər idi uşaqlar? Biz bilirik ki, 12 saatdır. Bəs yaxşı, saatın dəqiqə əqrəbinin dövr etmə periodu nəyə bərabər idi? 1 saatı. 12 saatı da 1 saata böləndə neçə elədi elə? 12. Yəni bu nisbət bizə 12-ni verəcək. Cavab da oldu burada nə? B variantı. İndi gəlin keçək baxaq biz burada 6-cı sualımıza. 6-cı sualda nə deyir bizə uşaqlar? Deyir ki, maddi nöqtənin radiusu 30 santim olan çevrə üzrə dövr etmə periodu 6 saniyədir. 3 saniyə ərzində maddi nöqtənin yer dəyişməsi neçə santim olar? Deməli uşaqlar, diqqət edin. Məsələnin şərtində bizə nə deyir? Deyir ki, sənin periodun 6 saniyədir və sən nə qədər müddətdə hərəkətdəymişsən? 3 saniyə imiş ki, hərəkətdəsən. Yaxşı, onda biz baxaq görək. Mənim bu cismim çevrənin hansı hissəsindədir? Yəni, nə qədər dövr edib? N bərabərdir. T bölü T düsturundan mənə verilən zaman neçə idi? 3 saniyə. Periyodum neçə idi? 6. Onda deməli, bizim cismimiz çevrənin yarısındadır. 2də 1-dədir. Yarısında 2də 1-də yer dəyişmə nəyə bərabər idi uşaqlar? Təbii ki, özünüz bir məntiqdən düşünün. Çevrənin yarısına gəlmək üçün nə edirəm mən? Bir diametr məsafəni qət etməliyəm də. Çevrəni yarıya bölən düz xətt nədir? Diametrdir. Yaxud indi onu radiusdan artıq ifadə etsək, çünki məsələnin şərti radius verir. 2 el idi. Yaxud da elə bir cədvəl kimi onsuz da yazmışdıq biz bunu. Əzbər şəklində də gedə bilərsiniz, amma əzbərləməyimizə heç ehtiyac yoxdur. 2də 1 nədir? Çevrənin yarısı. Çevrənin yarısı məsafəsi nə idi? Təbii ki, diametr yaxud da 2 r. İndi uşaqlar, radiusu bəs bizə verib neçə? 30 santimetrə çevirməliyəm. 0,3. 2 vur 0,3. Amma yox, cavabda bizə nədən istəyir? Santimdan ehtiyac yoxdur. Deməli, 2 vurulsun nə ilə? 30. Bunda bizim yer dəyişməmiz nəyə bərabər imiş? 60 santima. Mütləq şəkildə həmişə yadınızda saxlayın. Çevrə üzrə hərəkətdə sizdən yolu, yer dəyişməni, sürət dəyişməsini, impuls dəyişməsini, bu kimi kəmiyyətləri istəyirsə, siz nə qədər dövr etdiyinizi bilməlisiniz. 2də 1-dimi, 4də 1-dimi, 4də 3-dümü və yaxud da indi nə verirsə. Bir sözlə onu bilməliyik və ona uyğun şəkildə artıq biz qiymətlərimizi nə edə bilərik, tapa bilərik. İndi gördüyünüz kimi yenə biz cismin çevrədən nə qədər dövr etdiyini tapdıq. Dedik ki, 2də 1 dövr edibmiş və buna uyğun yer dəyişmənin ifadəsini yazdım 2 el. Radiusu vermişdi, gətirib yerinə qoyub 60 santim olduğunu müəyyən etdik. Yəni cavabımız olacaq nə? Y variantı. Yəni bax, bu tipli qaydalarda, məsələlərdə həmişə ödənilən qeydimizdir. Birinci, mütləq şəkildə dövrlərin sayını bilməlisiniz. Ondan sonra artıq yolu yer dəyişməni hesablaya bilərik. İndi gəlin uşaqlar 7-ci sualımıza baxaq. Nə deyir bizə? Deyir ki, sürüşmədən diyirlənən diskin B nöqtəsinin yerə nəzərən sürətinin A nöqtəsinin yerə nəzərən sürətinə olan nisbətini hesablayın. İndi üfüqi səthdə sürüşmədən diyirlənən diskdən söhbət gedəndə əvvəlcə diskin mərkəzinin hərəkət istiqamətinə baxırıq. Diskin mərkəzi ya sağa hərəkət edər uşaqlar, ya da sola hərəkət edir. Başqa cür hərəkət etmə şansı yoxdur. İndi baxıram, saat əqrəbi istiqamətində fırlanır çevrə. Təbii ki, diskin mərkəzinin hərəkət istiqaməti necə olacaq artıq? Sağa doğru. Bir V sürəti ilə nə elədi? Hərəkət etdi. İndi keçək uşaqlar, A nöqtəsində sürətin istiqamətinə baxaq. A nöqtəsində sürətin istiqaməti necə yönəlir? O da yenə sağa doğru yönələcək. Çünki niyə görə? Çevrə saat əqrəbi istiqamətdə fırlanır. Biz də bilirik ki, sürət həmişə çevrəyə toxunan istiqamətdədir. B-də sürətin istiqaməti necədir? Aşağı doğrudur. İndi məsələnin şərtində A-nın da B-nin də yerə nəzərən deyildi. Və biz də qeyd etmişdik ki, yerə nəzərən, yerlə bağlı hesablama sistemi sözü varsa, həmişə yekuna fokuslanırıq. İndi təbii ki, burada baxacağım nədir? A-nın O ilə olan yaratdığı yekun sürəti. Həmçinin O-nun B ilə olan yekun sürətinə baxırıq və oradan A-nın B-nin yerə nəzərən olan sürətini tapacağım. İndi baxırıq ki, A-da sürətin istiqaməti necədir uşaqlar? Sağa doğru. Həmçinin O-nun da istiqaməti necədir? Sağa doğru. Eyni istiqamətlər hərəkətdə yekun sürət necə tapılırdı? Nisbi demirəm ha, yekun sürət. Yekun sürətdə olduğunu hardan bilirik biz? Yerə nəzərən qeyd edir. Yerlə bağlı hesablama sözü də desə eyni şeydir. Bu kimi ifadələri varsa yekun sürətdən söhbət gedəcəyəmişə. Bunda A nöqtəsinin yekunda sürəti nəyə bərabər imiş elə? 2V. Çünki A-nın, O-nun hərəkət istiqaməti eynidir və bir digər tərəfdə eynidirsə necə tapırıq? Toplayaraq. İndi keçirik uşaqlar V-B-yə. İndi diqqət edirəm. B ilə O nöqtəsi bir-birinə necə yönəlir? Baxın, uzantısını çəkəndə buradan perpendikulyar. Perpendikulyarlıq zamanı yekun sürət necə tapılırdı? Kök altında V kvadratı, yəni VB kvadratı plus VO kvadratı hər birinin də sürəti nədir? 1V vermişik.
Deməli, kök altı v kvadrat plus v kvadratı, onda nə verəcək elə bizə? V kökdə 2. İndi uşaqlar, deyirsiniz ki, yəni necə oldu ki, A-nın da, O-nun da, B-nin də hər birinin sürəti 1V oldu? Çünki biz bilirik ki, çevrə üzrə hərəkətli sürətin ədədi qiyməti nədir? Sabitdir. İstiqaməti dəyişir. Ədədi qiymət, yenə qeyd edirəm, nədir? Sabitdir. Təbii ki, A-da sürət V idisə, O-da da V olacaq. B-də də V olacaq. İndi 2V-də götürsəz, yenə yekunda gəlib eyni nisbəti, eyni qiyməti alacaqsınız. Ona görə sadəlik namı ilə kiçik qiymət V ilə getdik. İndi A-nın yerə nəzərən sürəti deməli 2V-dir. B-nin yerə nəzərən sürəti oldu nə? V kökdə 2. Məndən məsələnin şərtində nə istəyir? Baxaq görək. Deyir ki, B-nin A-ya nisbətini tap. Onda VB bölünsün VA. Yəni V kökdə 2 bölünsün 2V. V'lərimiz getdi, qaldı nisbətinə. Kökdə 2 bölünsün 2. O da hansı variantı verilib bizim üçün? B variantında verilib. Yəni cavabımız olacaq 7-də B variantı. İndi gəlin keçək baxaq, burada gəlir bizim hansı sualımız? 8-ci sualımız. 8-ci sualda nə deyir bizə? Deyir ki, fırlanan diskin üzərindəki B nöqtəsinin tezliyi 4 saniyə üstü -1-dir. A nöqtəsinin tezliyi nə qədər olar? Baxıram ki, uşaqlar, bu O nöqtəsi ətrafında fırlanan nədir? Diskdir. Yaxud da loru dildə desək, içdə çevrələrdir. İçdə çevrələrdə tezlik dəyişirdimi, yoxsa sabit idimi? Təbii ki, sabit idi. B-də hansı qiymətə malikdirsə, A-da da həmin qiymətə nə olacaq? Malik olacaq. Ona görə cavabımız nə deyilir burada? C variantı. Gəlin indi keçək baxaq 9-cu sualımıza. 9-da baxırıq ki, deyir, qayışlı ötürmə ilə sürüşmədən fırladılan disklərdə A və B nöqtələrinin xətti sürətlərinin nisbətini hesablayın. İndi qayışlı ötürmədir. Qayışlı ötürmədə sürətlə bağlı nə qeydi demişdik? Sürət sabitdir. Yəni A-da sürət nədirsə, B-də də sürət həmin qiymətə malik olacaq. Təbii ki, onda nisbət nəyə bərabərdir uşaqlar? Yenə 1-ə bərabərdir. Çünki sürətlər sabitdir qayışlı ötürmədə, eynidir. Nisbət də əksinə gəlib artıq bizə nə verir? Daha doğrusu nisbət də bizə gəlib nə verəcək elə? 1-i verəcək. İndi baxaq 10-cu sualımıza. 10-cu sualda nə deyir bizim üçün? Deyir ki, verilmiş radiuslu çevrə üzrə hərəkət edən maddi nöqtə M nöqtəsindən N nöqtəsinə 2 saniyəyə gəlir. Maddi nöqtənin bucaq sürətinin qiymətini hesablayın. Uşaqlar, diqqət edirik burada. M-dən N-ə gəlmək çevrənin hansı hissəsidir? Baxaq, çevrənin yarısı. Çevrənin yarısı neçə dərəcədir? Təbii ki, 180 dərəcə. Biz bilirik ki, əgər bütöv çevrə 360-dırsa, M-dən N-ə gələndə çevrə neynədir? Yarıya bölündü. O da olacaq nə? 180 dərəcə. İndi tez dərəcədən radiana keçid üsulunu yazaq. Fi vurulsun, pi bölü 180 dərəcə. Çünki bayaq hətta 4-cü sualımız idi, səhv eləmirəmsə, biz dedik, dönmə bucağının vahidi nədir? Radian. Mütləq şəkildə dərəcədən radiana keçid etməliyik. İndi fiimiz 180 dərəcədir. Vurulsun pi bölü 180 dərəcə. 180-lər getdi, qaldı 1 pi. Pi'nin də qiymətini verib mötərizədə neçə? 3. Fi'nin qiyməti 3-dür. Məndən istədiyi nədir? Bucaq sürətini tapmaq. Omega bərabərdir. Fi bölü t düsturundan istifadə edərək yazaq. Fi'mizi 3 tapdıq. Zamanı da vermişdi bizə neçə? 2 saniyə. Onda 3 bölünsün 2. Deməli, bucaq sürəti nəyə bərabər imiş? 1,5 radian bölü saniyə. Yəni 10-cu sualda cavabımız nə olacaq? B variantı. İndi gəlin keçək baxaq 11-ci sualımıza. 11-ci sualda nə deyir bizə? Deyir ki, radiusu 3 metr olan cisim dövrətmə periodu 4 saniyədir. Cismin A nöqtəsindən D nöqtəsinə gələnə qədər yer dəyişməyə görə orta sürətini hesablayın. Uşaqlar, gəlin yazaq. Deməli, orta sürəti soruşur. Yəni V orta bərabərdir, özü də yer dəyişməyə görə. S ümumi bölünsün nəyə? T ümumiyə. İndi A-dan nə deyir bizə? D-yə gəlib. A-dan D-yə gəlmək baxıram. Çevrənin hansı hissəsi oldu? 4-də 3. Çevrənin 4-də 3-ündə bizim yer dəyişməmiz nəyə bərabər idi? Eğer kökdə 2. Dərhal yazdıq. İndi uşaqlara A-dan D-yə gələnə kimi sərf etdiyim zaman nə qədər olacaq? Baxın, özü məsələnin şərti bizə nə verir? Dövrətli periodun 4 saniyə. Yəni A-dan A-ya gələnə kimi mənim sərf etdiyim zaman nədir? 4 saniyədir. Bəs yaxşımdır, A-dan D-yə gələnə kimi sərf etdiyim zaman nə olacaq? Təbii ki, 3 saniyə. Çünki yenə qeyd edirəm, baxın, A-dan A-ya bütövlükdə gəlmək üçün bu 4 dənə hissəni gəlmək üçün sərf etdiyim zaman nədir? 4 saniyə. Onda 3 hissəni sərf etmək üçün, daha doğrusu gəlmək üçün sərf etdiyimiz zaman nə olacaq? 3 saniyə. Yəni zamanımız da oldu neçə? 3. İndi radiusu vermişdi neçə bizə? 3. 3 kökdə 2 bölünsün 3. 3'lər getdi. Cavab nə qaldı elə? Kökdə 2 metr bölünsün saniyə. Onu da bizə verib. Hansı variantda? C variantında. Yəni 11-də də cavabımız olacaq C variantı. Keçək indi baxaq uşaqlar 12-ci sualımıza.
12-ci sualda nə deyir bizə? Deyir ki, çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin xətti sürəti 5 metr bölü saniyə, fırlanma tezliyi 0,1 saniyə üstü mənfi 1-ə bərabərdir. Onun hərəkətə başlayandan 2,5 saniyə ərzində sürətinin dəyişməsini hesablayın. Bayaq belə bir testdə ilə qeyd demişdim ki, əgər məsələnin şərtində, sözsüz ki, çevrə üzrə hərəkətdən söhbət gedir. Məsələnin də şərtində yer dəyişməni hesabla, yolu hesabla, sürət dəyişməsini hesabla, həmçinin impuls dəyişməsini hesabla deyirsə, mütləq və mütləq şəkildə cismin çevrənin hansı hissəsində olduğunu, yaxud nə qədər dövr etdiyini bilməlisən. Onu da biz harda müəyyən edirik? Verilən zaman və period arasındakı münasibətdən. İndi baxıram, məsələnin şərtində bizə deyir ki, 2,5 saniyə ərzində hərəkət etmisən. Bəs periodu veribmi? Xeyr. Amma periodu tapa bilərəm. Necə? Tezlik verib bizə. T bərabərdir nəyə? 1 bölü n-dən 1 bölünsün 0,1. Yəni, mənim periodum nəyə bərabər imiş elə? 10 saniyə bərabər imiş. İndi gəlin cismin nə qədər dövr etdiyini tapaq. N bərabərdir T bölü T-dən. Neçə saniyə imiş hərəkətdəyəm? 2,5. Periyodu neçə tapdıq? 10 saniyə. Onda deməli, bizim cismimiz çevrənin 1/4-də yaxud 1/4 dövr edib. İndi 1/4-də sürət dəyişməsi təbii ki, nəyə bərabər idi? V kökdə 2-yə. 4/1-də, 4/3-də, V kökdə 2-dir. Sürətin qiymətini bizə verib neçə? 5. Gətirib yerinə qoydum. Onda cavabımız neymiş elə? 5 kökdə 2, yəni A variantı. İndi gəlin keçək baxaq burada. Gəlir bizim 13-cü sualımız. 13-cü sualda nə deyir uşaqlar? Deyir ki, dəqiqədə 300 dövr edən diskin fırlanma oxundan 20 santim uzaqlıqdakı nöqtəsinin sürətinin neçə metr bölü saniyə olduğunu hesablayın. Baxın, məsələnin şərtinin dövrlərin sayı verib. Ümumiyyətlə sürət olsun, ocaq sürəti olsun, mərkəzə qaçma təcili olsun. İndi bunların düsturları çoxdur da. Təbii ki, orada həmişə ipucu kəmiyyətlərə baxın. Periodsa bu üçünün perioddan olan düsturuna gedəcəksiniz. Tezlik versə tezlikdən, dövrlərin sayı versə dövrlərin sayı ilə olan düsturunu seçəcəksiniz. Yəni, ipucu kəmiyyətlər nədir? Period, tezlik, dövrlərin sayı üçündən biri. İndi baxıram ki, nə var? Təbii ki, dövrlərin sayı verib. Ondan sürətin də dövrlərin sayı ilə olan düsturu nə idi? 2 pi n r bölünsün t. İndi pi'miz 3'dür. Dövrün sayını verib neçə? 300 dövr. Radiusu verib neçə? 20 santim. Biz bilirik ki, mərkəzdən həmişə çevrədə olan məsafə nədir? Radius. İndi fırlanma oxu nədir? Təbii ki, mərkəzdir də. Mərkəzdən olan məsafələr nədir? Yenə qeyd edirəm, radiusdur. 20 santim verib metrə çevrəndə eləyəcək 0,2. Zamanı vermişdi dəqiqədə. Yəni, bax, 1 dəqiqədə 300 dövr edib. Onda deməli, dəqiqəni də saniyə çevrəndə elədi 60. Bu sıfırdan bu sıfır getdi. Həmçinin bu sıfırdan bu sıfır da getdi. Qaldı onda 2 vurulsun 3, vur 3, vur 2. Bölünsün nəyə? 6-ya. Bu 2 vurulsun 3, 6 verir. Bu 6-dan getdi. Qaldı ilə cavabımız 6. O da hansı variantı verildiyi üçün? D variantında. Gəlin, indi keçək baxaq. Burada gəlir bizim 14-cü sualımız. 14-cü sualda nə deyir uşaqlar? Deyir ki, çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə gəlmişdir. Gedilən yolun yer dəyişmənin moduluna olan nisbətini hesablayın. Gəlin baxaq da uşaqlar. Deməli, məsələnin şərtdə nə deyir? Deyir ki, çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim A-dan gəlib B-yə. A-dan B-yə gəlmək çevrənin hansı hissəsidir? 4/1. Bax, yazıram. Cisim çevrənin 4/1-indədir, yaxud 4/1 dövr edir. İndi 4/1-də gedilən yol nəyə bərabər edir uşaqlar? Biz dedik ki, istənilən zaman an üçün yolu tapanda həmişə gətirin 2 pi-yə vurun. Əzbərləməyə ehtiyac yoxdur. 4/1 vurulsun 2 pi-yə. Burada 2-lər getdi, ixtisar qaldı onda nə? Pi-yə bölünsün 2. İndi bir digər tərəfdən uşaqlar, yer dəyişməmiz nəyə bərabər idi 4/1-də? V kökdə 2. Bunu da Pifagora görə hesablayırdıq. İndi qaydası video izahımızda var, video qeydlərimizdə var. Əgər hardan gəlməyini unutmuşsunuzsa, yenidən gedin. Dərsimizdəki artafa boy yer dəyişmənin hesablanması video izahına baxın. Nə deyir indi uşaqlar bizdən? Deyir, yolun yer dəyişməyə nisbətini hesabla. L bölünsün S. Deməli, pi r böl 2 bölünsün bir də nəyə? R kökdə 2. 2 dənə kəsr ola bilməz. Ona görə 2 düşəcək məxrəcə. Deməli, pi r bölünsün 2 r kökdə 2. R-lərim getdi. Pi-nin də qiymətini olduğumuz kimi saxlamışıq. Pi bölünsün 2 kökdə 2. Gördüyünüz kimi belə bir cavab yoxdur. Onda sürəti, məxrəci kökdə 2-yə vuraraq nə edəcəm mən bunu? Artıq bizə verilən cavablardan biri kimi ifadə edəcəyik. Deməli, sürəti məxrəci kökdə 2-yə vurandı. Pi kökdə 2. Təbii ki, məxrəcdə nə verəcək elə bizə? 4. O da hansı variantda verilib bizim üçün? C variantında. Yəni, 14-də cavabımız C'dir.
İndi gəlin keçək uşaqlar. Baxaq gəlir bizim hansı sualımız? 15-ci sualımız. 15-ci sualda nə deyir bizim üçün? Deyir ki, qayışlı ötürmə ilə fırlanan disklərin üzərindəki B nöqtəsinin A nöqtəsinə nəzərən sürəti 2,4 metr/saniyə olarsa, radiusu 60 santim olan diskin bucaq sürətini hesablayın. İndi uşaqlar, qayışlı ötürmədir. Və nə deyir bizim üçün? B-nin A-ya nəzərən sürəti 2,4 metr/saniyədir. A nöqtəsində sürətin istiqamətini birinci tapaq. Gördüyünüz kimi fırlanmaları baxın bizə verib. Fırlanmanı bu şəkildə verib. Onda təbii ki, A-da sürətin istiqaməti necədir? Yuxarı. Çünki biz bilirik ki, sürət həmişə çevrəyə toxunan istiqamətdədir. Ya yuxarı olardı, ya da aşağı olardı. Çevrənin də fırlanmasına baxıram, təbii ki, yuxarı olacaq. İndi B-də gəlib necə olacaq sürətin istiqaməti? Artıq aşağı. İndi baxıram ki, uşaqlar, A nöqtəsi ilə B nöqtəsinin hərəkət istiqaməti necədir? Əksdir. Bir digər tərəfdən məsələnin şərtində nəzərən, nisbətən, görə sözləri var idisə həmişə nəyə gedirik? Nisbi sürətə gedirdik. Onda gəlin baxaq da. VA plus VB bərabərdir bizə nəyə verəcək? A-nın elə B-yə nəzərən, A-nın B-yə deyib, yoxsa B-nin A-ya? B-nin A-ya deyib. Onda B-nin A-ya nəzərən olan sürətini. Niyə görə topladıq? Çünki mən bilirəm ki, nisbi sürətdə əks istiqamətli hərəkət zamanı toplamaydı şərtimiz. İndi uşaqlar, bu nədir? Qayışla bağlanan çevrələr. Qayışla bağlanan çevrələrdə biz bilirik ki, sürət nə idi? Sabit idi. Yəni, A nöqtəsində sürət hansı qiymətə malikdirsə, B nöqtəsində də həmin qiymətə malik olacaq. Onda yazıram elə buradadır nə? VA bərabərdir VB-yə. Gəlin onda yazaq buradan. VA-nın yerinə VB qoyuram. VB plus VB. Daha VB-ni gəlin əvəzləməyək. VB-ni VA-dan əvəzləyək. Yəni VB-də saxlamayaq. Çünki məsələnin şərti nədir? Radiusu 60 santim olan diskin bucaq sürətini tap. Amma ikisi də onsuz da eyni şeydir. Heç fərqi yoxdur. Bilirik ki, A üçün sürət hansıdırsa, B üçün də sürət eyni olacaq. Elə gəlin belə də gedək. Fərqi yoxdur. Deməli, VB plus VB bərabər idi. B-nin A-ya nəzərən nisbi sürətini vermişdi bizə necə? 2,4. 2VB bərabərdir 2,4-də. Onda VB bərabər imiş nəyə? 1,2 metr/saniyə. Yəni, həm A-nın, həm də B-nin sürəti nəyə bərabər imiş? 1,2 metr/saniyəyə. İndi bizdən istədiyi nədir? Radiusu 60 santim olan diskin bucaq sürətini tapmaq. Baxın bunu. Bu diskin deyir ki, bucaq sürətini tap. Və mən də nəyi tapmışam uşaqlar? Disklərin sürətləri bizə məlumdur. Onda V bərabərdir omega R düsturundan istifadə edərək 60 santim olan diskin bucaq sürətini tapa bilərəm. V-ni tapdıq neçə? Həm A üçün, həm B üçün 1,2 idi. İndi omeganı bilmirəm, tapmalıyam. Radiusu verib neçə? 60 santim. Metrə çevirəndə eləyəcək 0,6. Hər tərəfi 0,6-ya böləndə elə nə verdi? 2 radian bölünsün saniyə. Yəni, bizim baxın, bu çevrəmizin A nöqtəsinin olduğu çevrənin bucaq sürəti nəyə bərabər imiş? 2 radian bölü saniyəyə bərabər imiş. Onu da bizə qeyd edib. Hansı variantda? C variantındır. Yəni, 15-də cavabımız C-dir. İndi gəlin keçək baxaq uşaqlar. Gəlir bizim burada 16-cı sualımız. 16-cı sualda nə deyir bizim üçün? Deyir ki, uzunluğu 5 santim olan dəqiqə əqrəbinin 75 dəqiqə müddətində yer dəyişməsi nə qədər olar? İndi məsələnin şərtində nə deyir? Saatın dəqiqə əqrəbi. Mən bilməliyəm ki, birincisi, saatın dəqiqə əqrəbinin dövr etmə periodu nəyə bərabərdir? Təbii ki, saatın dəqiqə əqrəbinin dövr etmə periodu 1 saat idi. Yəni 60 dəqiqə idi. Onda gəlin biz burada cismin yenə çevrənin hansı hissəsində olduğunu yaxud neçə dövr etdiyini müəyyənləşdirək ki, ondan sonra yer dəyişməni hesablaya bilim. N bərabərdir uşaqlar, nədir ifadəmiz? T bölünsün T. Belə deyilmi? Bizə verilən zaman nə qədərdir? Baxın, 75 dəqiqə. 75 bölünsün, periodumuz nə qədər idi? Saatın dəqiqə əqrəbi üçün 60 dəqiqə. Onda uşaqlar, buradan artıq gəlin 15-ə böləndə neçə eləyəcək təbii ki? Burada qaldı 4, bir digər tərəfdən burada da qaldı nə? 5. Mən bunu düzgün olan kəsrə gətirim. Onda nə verəcək bizim üçün? 1,4/1. İndi 1,4/1, yəni nə eləyib? Bir dəfə 1 tam dövr edib, bir də 4/1 dövr edib. Və məndən nə istəyir indi? Baxın, bu müddətdə yer dəyişməni. Bir dövrdə, bir tam dövrdə də sözsüz ki, yer dəyişmə nəyə bərabər? 0. Ona görə bunu atdıq getdi, işimiz yoxdur. Baxıram artıq biz hansı hissəyə? 4/1 olan hissəmizə. 4/1-də bəs yaxşı, yer dəyişmə nəyə bərabər idi? Təbii ki, R kökdə 2. Onda gəlin hesablayaq. Deməli, S bərabərdir, radiusu vermişdi bizə neçə? Elə çevrədə həmişə bilin ki, uzunluq radiusdur. Deməli, 5-dir. Bir də kökdə 2-yə vuranda cavabımız nə olacaq? 5 kökdə 2, amma kökdə 2-nin də qiymətini verib 1,4. Onda 5-i də 1,4-ə vuranda neçə elədi?
7 santim. Yəni mənim baxın 4/5-dən yaxud bir digər tərəfdən 75 dəqiqə müddətində artıq icra etdiyim yer dəyişmə nəyə bərabər imiş? 7 santıma. Yeni qeyd edirəm, 1,4/1 aldıq gördüyünüz kimi. 1 tam dövrdə bilirik ki, yer dəyişmədir, sürət dəyişməsidir, impuls dəyişməsidir, sıfırdır. Ona görə ona baxmadıq. Kəsir olan hissəmizə baxdıq. Kəsir olan hissəmizdə nə idi? 4/1. 4/1-də yer dəyişmənin el kökdə 2 olduğunu bilərək bütün qiymətləri yerinə qoyduq və cavabımızın 7 santim olduğunu müəyyən etdik. İndi gəlin keçək baxaq 17-ci sualımıza. 17-ci sualımızda nə deyir bizim üçün uşaqlar? Deyir ki, disk mərkəzdən keçən ox ətrafında sabit tezliklə fırlanır. A-nın B-yə nəzərən xətti sürətinin modulunu hesablayın. İndi diqqət edirəm uşaqlar. Bu qayışlı ötürmədirmi, iç-içə çevrələrdirmi? Təbii ki, iç-içə çevrələr yaxud mərkəzdən keçən ox ətrafında fırlanan disk. 2 adı var idi ki, onsuz da bunu da məsələnin şərhində qeyd edib bizə. Mərkəzdən keçən ox ətrafında fırlanan diskdə sürət sabit idimi, yoxsa dəyişirdimi? Təbii ki, dəyişirdi. Nəyə bağlı olaraq demişdik? Radiusdan düz asılı olaraq dəyişirdi. İndi baxın, məsələnin şərtini demişdik ki, O-dan A-ya kimi olan məsafə, yəni radius. Söhbət bax, burada radiusdur. A-nın radiusu B-nin radiusundan 3 dəfə böyükdür. Axı biz dedik, sürət də radiusdan necə asılıdır? Düz asılıdır. Onda təbii ki, eyni şeyi sürət üçün də yazırıq. Onda A-nın da sürəti B-nin sürətindən nədir? 3 dəfə böyükdür. Bax, A-nın da sürəti B-nin sürətindən 3 dəfə böyük oldu. İndi baxıram uşaqlar, B ilə A-nın istiqamətləri necədir? Eynidir. Məsələnin şərtinin nə sözü var? Nəzərən. Nəzərən sözü varsa dedik, nəyə gedirik? Nisbi sürətə. Nisbi sürət eyni istiqamətdə hərəkətdə necə tapılırdı? Çıxılaraq. Nə demişdi? A-nın B-yə nəzərən. Onda VAB bərabərdir. Eyni olduğuna görə də çıxıram. VA çıxılsın nəyə? VB-yə. Onda VAB bərabərdir. Biz dedik ki, A-nın sürəti B-ninkindən 3 dəfə böyükdür. Çünki radiusu A-nınki B-dən 3 dəfə böyük idi. O da radiusdan necə aslıydı? Düz aslıydı. Onda VA-nın yerinə gətirib nə qoyduq? 3VB. 3VB çıxılsın. VB bizə nə verdi? 2VB. Yəni elə A-nın B-yə nəzərən sürəti nəyə bərabər imiş? 2VB-yə. O da hansı variantı verilib bizim üçün? C variantında. Keçək, indi gəlin baxaq 18-ci sualımıza. Uşaqlar, 18-ci sual bu qayışlı ötürməyə aid idi. Çünki yadınızdadırsa dərs izahında da qeyd etmişdim ki, toxunan çevrələr də görəndə bilin ki, nəyə aiddir həmişə? Qayışlı ötürməyə. Qayışlı ötürmədir indi burada və mənə nə verib? Dövrün sayı. Qayışlı ötürmədə dövrlərin sayı dəyişirdimi, yoxsa sabit idimi? Təbii ki, dəyişirdi. Necə dəyişirdi? Radiusdan tərs asılı olaraq. İndi məsələnin şərtdə nə deyir? A diski 42 dövr edib, B diski həmin müddətdə neçə dövr edir? Bunu da gəlin yazaq. NA bölünsün, NB bərabərdir nəyə? RB bölünsün, RA-ya. Radiusdan tərs asılı olaraq dəyişdi. İndi A diski nə qədər dövr etmişdi? 42. B diskinin neçə dövr etdiyini bizə verdi kitab. B diskinin radiusunu bizə verib nə? 4-dür. A-nınkini neçə vermişdik? 1-i. Getdi buradan ixtisar. Bunda 4, NB bərabər oldu 42-yə. Hər tərəfi də 4-ə böləndə nə verdi bizim üçün elə? 10,5. Deməli, B diski nə qədər dövr edəcəymiş yoxlar? 10,5 dövr etdi. Bax, bu da açıq tipli sualdır. Elə açıq tipli sual olduğuna görə belə də saxlayırıq. Təbii ki, dövrlərin sayının da vahidi yoxdur. Elə öz yerində qaldı. İndi gəlin keçək baxaq burada 19-cu sualımıza. 19-cu sualda nə deyir bizim üçün uşaqlar? Deyir ki, radiusu 50 santim olan çevrə üzrə hərəkət edən maddi nöqtənin getdiyi yol L bərabərdir 3T qanunu ilə nə edir? Artır. Doğru ifadələri müəyyən edin. Uşaqlar, bu 3 nəyin qiymətidir? Mən bunu bilməliyəm. Biz bilirik ki, L-in T ilə, yəni yolun T ilə olan düsturu nə idi? Təbii ki, VT. L bərabər idi VT. Deməli, sürətin qiyməti nəyə bərabər imiş? 3-ə bərabər imiş. Gəlin yazaq bax burada. Bizə məlum kimi sürət verilib, qiyməti də neçə? 3 metr böl saniyə. İndi xətti sürət 3 metr böl saniyədir, bəli. Təbii ki, doğru ifadədir, birincini qəbul etdik. Bucaq sürətini gəlin hesablayaq. Məsələnin şərtini də radius vermişdi. V bərabər idi nəyə? Omega R-ə. Gəlin qiymətini elə buradan yerinə qoyaq. V-ni 3 tapmışıq. Omeganı deyir ki, tap. Radiusumuz 50 santim. Metrə çevirəndə 0,5. Onda hər tərəfi istəsəz ona vuraq elə. 30 bərabərdir. Deməli, 5 omegaya. Hər tərəfi indi 5-ə böləndə omega bərabər oldu nəyə? 6 radian bölünsün saniyə. Yəni, mənim bucaq sürətim 6 radian böl saniyəymiş. Bu da hansı ifadədir? 4-cü doğru ifadəmizdir. İndi keçək burada təcili də hesablayaq uşaqlar. Təcili də yenə sürəti tapmışdıq tənlikdən. Bir də məsələnin şərtini də radius verib. V kvadratı böl R-dən müəyyənləşdirək. V-mizi neçə tapdıq?
3 tapdıq. 3-ün kvadratı. Bir digər tərəfdən radiusun da neçədir? 50 sm-də çevirəndə 0,5. Bunda uşaqlar 9 bölünsün 0,5. Yenə gəlin ona vuraq daha rahat olsun. 90 bölünsün 5. Oradan da təbii ki hesablayalım. Neçə verdi? 18 metr bölü saniyə kvadratı. Yenə doğru ifadəmiz hansıdır? 6-cı. Yəni burada doğru ifadələrimiz olacaq 1. Daha sonra gəldi 4. Bir də 6. İndi gəlin baxaq uşaqlar 20-ci sualımıza görə 20-də nə deyir bizim üçün? Deməli 20-ci sualda deyir ki, dövretmə periodunun müxtəlif qiymətlərində mərkəzə qaçma təcilinin çevrənin radiusuna asılı qrafiki verilib, hansı qrafikə uyğun dövretmə periodu ən kiçikdir? İndi baxıram, məsələdə bizə nə deyir? Qrafikdə təcili verib, bir digər tərəfdən radiusu verib və məsələnin də şərtində bizə nə deyir? Periodu tap. İndi bu üçünün birgə iştirak etdiyi düstur nə idi? Təbii ki, A bərabər idi omega kvadratı R. Çünki təcilin radiusdan olan düsturu buydu. Omega kvadratı R idi. İndi period da var. Omeganın yerinə gətirib perioddan olan düsturum nə idi? 2pi bölü t. Əvəzləyib kvadrata yüksəldəndə olacaq onda nə? 4pi kvadratı bölünsün t kvadratı vurur. Çünki yadınızdadsa qeyd etmişdim ki, həmişə əsas odur ki, bucaq sürəti ilə olan düsturları bilin. Həm sürətin, həm də təcilin. Bucaq sürətinin də özünün düsturlarını biləndən sonra istənilən düstura çıxara bilərsiniz. İndi təcilin təbii ki, perioddan olan düsturu nədir uşaqlar? Baxın, A bərabərdir 4pi kvadratı bölünsün t kvadratı vur r. İndi buradan da bizə tapmalı olduğumuz nədir? Period. Çünki deyir ki, dövretmə periodu ən kiçikdir. Bunda gəlin tapaq. Buradan da periodu tapanda uşaqlar. Təbii ki, kvadratdan azad edəndə mütləq şəkildə kök meydana çıxacaq. Bunda kökün altında 4pi kvadratı r bölünsün a-ya. İndi baxaq. Periodun hansı qiymətini istəyir? Kiçik. Yazıram bax burada. Periodun hansı qiymətini istəyir? Kiçik. Periodun kiçik qiymət alması üçün radiusda necə qiymət almalıdır? Düz asılı ondan. Təbii ki, kiçik qiymət almalıdır. Amma təcil necə qiymət almalıdır? Tərs asılıdır. Böyük qiymət almalıdır. Yəni, bax, periodun kiçik qiymətini tapmaq üçün radiusun böyük, təcilin, daha doğrusu radiusun kiçik, təcilin böyük qiymətinə baxmalıyım. Uşaqlar, diqqət edin. Təcil hansı koordinat oxunun yerində dayanıb? Y oxunun yerində dayanıb. Baxın, təcilimiz Y-in yerində dayanıb. Radius isə hansı koordinat oxunun yerində dayanıb? Radius isə X oxunun yerində dayanıb. Onda deməli, mənə nə lazım idi? Radiusun kiçik qiyməti. Onda absis oxunda baxın, mən bilirəm ki, X oxunda bax, absis oxunda sağa getdikcə qiymət neyinir? Artır. Onda sol tərəfdəkilər kiçik, sağ tərəfdəkilər deməli necə qiymət alır? Böyük qiymət alır. Baxıram ki, onda burada radiusun ən kiçik qiymət aldığı hansıdır? Baxın, uzantılarını belə gətirən çəkin. X oxunda görün, ən kiçik qiymət alan təbii ki, hansı olacaq? Birinci. Təbii ki, birinci oldu uşaqlar. Həmçinin bir digər tərəfdən birinci üçün təcillə görürsünüz kifayət qədər böyük qiymət alır. Buradan da gəlin bunu qırmızı xəttləyib göstərin. T1-ə uyğun təcilimiz budur. Daha sonra T2 uyğun budur, T3 uyğun budur, T4 uyğun budur. Mənə təcilin hansı qiyməti lazım idi? Böyük. Təbii ki, ordinat oxunda da sıfırdan yuxarı getdikcə qiymət neyinəcək? Artacaq. Bunda hündürlüyü çox olanın qiyməti böyük, hündürlüyü az olanın qiyməti nədir? Kiçikdir. Təbii ki, T1, T2, T3, T4-dən də ən hündür olan hansıdır? T1. Təcil də orada ən böyük qiymətini aldı. Absis oxunda bayaq gətirdiyi göstərdi. T1 də absis oxunda solda yerləşdiyinə görə digərləri get-gedə sağ tərəfə doğru meyillənir. Mənim üçün sərf eləyən cavab ona görə nə oldu elə? T1-imiz. Cavab yəni A variantıdır. İndi gəlin keçək baxaq uşaqlar 21-ci sualımıza. 21-ci sualda nə deyir? Çevrə üzrə bərabər sürətli hərəkətdə maddi nöqtənin sürəti və təcili hər an bir-birinə perpendikulyardır uşaqlar. Bayaqdan neçə dənə çevrəyə baxmışıq. Gəlin məsələn bax göstərim. B nöqtəsində indi sürətin istiqamətini göstərmişik. Təcilin istiqaməti necə yönəlir? Mərkəzə. Baxın, təcillə sürət necə yönəldi bir-birinə? Perpendikulyar. Ona görə hansı cavab doğrudur elə 21-də? B variantı. Gəlin indi baxaq burada 22-ci sualımıza. 22-ci sualda nə deyir bizim üçün? Deyir ki, çevrə üzrə hərəkət edən iki cismin radius vektorunun dönmə bucağının zamanı asılılıq qrafiki verilmişdir. Qrafiklərə uyğun ifadələri təyin edin. Gəlin bax, bircə nə istəyir bizdən? Bucaq sürətlərini, periodlar, tezliklər hamısını hesablayaq. Deməli, birinci grafikim budur. Göstərək burada. Birinci grafikə görə uşaqlar, dönmə bucağının düsturu, daha doğrusu, nə istəyir məndən birinci şərtdə? Bucaq sürəti. Bucaq sürəti nədir? Omega bərabərdir. Delta phi bölünsün t idi. Yəni, phi çıx, phi 0 bölünsün t. İndi birinci grafikə görə baxıram, mən omega 1-i hesablayıram. Baxırıq ki, dönmə bucağının son qiyməti neçədir? Birinci grafikə görə 6. Başlanğıcı nədir? 0.
Bir digər tərəfdən bu dəyişmə neçə saniyədə baş verib? 2 saniyədə. Onda birinci qrafikə görə mənim dönmə bucağım, yaxud da bağışlı dönmə bucağı deyirəm, bucaq sürətimiz nəyə bərabərdir? 3 radian bölünsün saniyə. Keçdik eyni şeyi ikinci üçün baxaq. Omega 2 bərabərdir. Fi çıxılsın, fi 0 bölünsün t-yə. İndi gəlin bunu fərqli rəngdən göstərim. İndi uşaqlar, baxın, bunu ikinci qrafikdə belə bir qırmızı rəngdən göstərdim. Grafikin yenə son həddi neçədir? Diqqət edək. Baxın, grafikin son həddi yenə 6-dır. Yəni fiimiz 6-dır. Amma qrafik neçədən başlayıb artıq? İkinci üçün, 3-dən. Bu zamanda dəyişmə üçün sərf olunan zamanda yenə nədir? 2 saniyə. Onda 6 çıxılsın 3, 3'ü də 2-yə böləndə neçə elədi? 1,5 radian bölünsün saniyə. Yəni birinci cismin bucaq sürəti 3 radian bölü saniyədə doğru ifadədir. İkinci cismin bucaq sürəti 3'dür. Xeyr, ikinci cismin bucaq sürətini tapdıq ki, nədir? 1,5 radian bölü saniyə. İndi gəlin keçək dövrətmə periodunu hesablayaq. Uşaqlar, dövrətmə periodunu necə hesablayaq? Omega bərabərdir 2 pi bölü t-dən. Çünki birinci üçündə, ikinci üçündə bucaq sürətini tapmışam. Gəlin elə oradan tapaq. Bunda omega 1 bərabərdir 2 pi bölünsün t1-ə. Birincinin bucaq sürəti neçə aldıq? 3. Deməli, 2 vurulsun, pi-ni də mötərəzidə verib 3. T1-i gəlin buradan tapaq. Onda 3 T1 bərabərdir 6-ya. T1-imiz nəyə bərabər imiş? 3 saniyə. Yəni birincinin dövrətmə periodu 3 saniyəyə bərabərdir. Keçən də ikincini eyni qaydada hesablayaq. Omega 2 bərabərdir 2 pi bölünsün T2-yə. İkincinin bucaq sürəti neçə tapmışam? 1,5. Onda 1,5 bərabərdir 2 vurulsun 3 bölünsün T2. Buradan uşaqlar 1,5 T2 bərabərdir 6-ya. Hər tərəfi 1,5'ə böləndə neçə elədi? 4. Yəni ikincinin periodu nəyə bərabər imiş? 4 saniyə. Gəlin baxaq. Birinci cismin dövrətmə periodu 4 saniyədir. Xeyr, 3 saniyə tapdı. Bu səhvdir. İkinci cismin dövrətmə periodu 4 saniyədir. Bəli, tamamilə doğrudur. Bu düzdür. İndi eyni şəkildə yenə artıq gəlin bax. Bucaq sürəti verilib. Tezliyi hesablayaq. Onda omega bərabərdir 2 pi n-lə. Birinci üçün bucaq sürəti neçə tapmışdıq? Birinci üçün bucaq sürətini deməli 3 tapmışdıq. Deməli 3 bərabərdir 2 vurulsun 3 vurulsun n1-ə, hər tərəfdən 3'lər getdi. 1 bərabərdir 2 n1-ə, hər tərəfi də 2-yə böləndə n1-imiz bərabərdir nəyə? 0,5 saniyə üstü mənfi 1-ə. İndi keçdik eyni qaydada ikincini hesablayaq. Omega 2 bərabərdir 2 pi n2-yə. İkincinin bucaq sürəti neçə tapmışdım? 1,5. 1,5 bərabərdir 2 vurulsun 3 n2'yə. Hər tərəfi 1,5'ə böləndi. Burada qaldı 1. Burada da qaldı 2, 3. Elə bir 1,5'ə böləndə neçə qaldı? 2 qaldı. Onda deməli 1 bərabərdir 4 n2'yə. Buradan da n2'ni tapanda 0,25 verəcək. 0,25 saniyə üstü mənfi 1. Deməli birincinin tezliyi nə idi? 0,5 saniyə üstü mənfi 1. Tamamilə doğrudur. İkincininkini 0,25 tapdıq. Bu səhvdir. Onda doğru ifadələrimiz oldu 1. Doğru ifadələrim oldu 4. Doğru ifadəm oldu 1 dənə 5. Yəni cavab 1, 4, 5 imiş. İndi gəlin keçək eyni qaydada. Keçək baxaq burada 23-cü sualımıza. Görək 23-də bizim üçün nə deyir uşaqlar? Deyir ki, çevrə üzrə hərəkət edən cismin xətti sürəti 10 metr bölü saniyə, təcili 25 metr bölü saniyə kvadratıdır. Onun bucaq sürəti saniyədə neçə radiandır? Yəni bir sözlə bucaq sürətini tapın. Vahidini sadəcə qeyd edib, saniyədə neçə radiandır? Bəli, mən bilirəm ki, bucaq sürətinin vahidi nədir? Radian bölünsün saniyə, yaxud da saniyədə radian. İndi deməli, baxıram ki, bizə verib sürət, baxıram ki, təcil verib, baxıram ki, bizdən bucaq sürətini soruşur. Bu üçünün birgə iştirak etdiyi düstur nə idi? Təbii ki, A bərabər idi, omega v. Qiymətləri yerinə qoyaq. Təcilimiz 25. Bucaq sürəti naməlum, sürət də neçədir? 10'dur. Hər tərəfi 5'ə böləndə 5 bərabərdir omega vurulsun 2'yə. Hər tərəfi 2'yə də böləndə omega bərabər oldu 2,5 radian bölünsün saniyə. Açıq sualdır. Elə cavabımızı da yenə eyni bu şəkildə saxlayırıq. Özür uşaqlar, açıq suallarda həmişə vahidləri yazmada diqqətli olun. Əgər vahidi yazmasanız, o sizdən bal çıxacaq. Daha doğrusu tam bal verməyəcək. İndi keçək 24-cü sualımıza. 24-cü sualda nə deyir bizim üçün? Deyir ki, disk O mərkəzindən keçən ox ətrafında bərabər sürətlə fırlanır. Uyğunluğu müəyyən edin. İndi uşaqlar, gördüyünüz kimi nə deyir? Mərkəzdən keçən ox ətrafında bərabər sürətlə fırlanır. Yəni bu qayışlı itirmə deyil. Mərkəzdən keçən ox ətrafında fırlanan diskdir. Məndən istədiyi baxın burada nədir? Bucaq sürəti. İndi mərkəzdən keçən ox ətrafında fırlanan diskdə bucaq sürəti dəyişirdimi, yoxsa sabit idimi? Təbii ki, dəyişirdi. Daha doğrusu bağışlayın. Sabit idi və ona görə sabit isə
A-da da, B-də də, C-də də bizim bucaq sürətimizin alacağı qiymət nə olacaq? Eyni, bax yazıram. Omega A bərabərdir omega B-yə, o da bərabərdir omega C-yə. İndi birinci şərtdə bizdən istədiyi nədir? Omega A-nın omega B-yə nisbəti. Təbii ki, əgər bunlar bir-birinə bərabərdirsə, nisbət də bizə nə verəcək? 1-i verəcək. İndi keçirik ikinci şərtimiz. İkinci şərtdə nə deyir? V-nin B nöqtəsi üçün olan qiymətinin C nöqtəsi üçün olan qiymətinin nisbəti. İndi sürət dəyişirdimi? Mərkəzdən keçən ox ətrafında fırlanan diskdə. Bəli, dəyişirdi. Nəyə bağlı olaraq dəyişirdi? Radiusa bağlı olaraq. Özü də necə aslı dəyişirdi? Düz aslı dəyişirdi. Yəni VB bölünsün VC bərabərdir RB bölünsün nəyə? RC-yə. İndi gəlin baxaq. Mərkəzdən B nöqtəsinə kimi olan məsafəni verib bizə neçə? 2 gətirib yazdım. Bəs mərkəzdən C nöqtəsinə kimi olan məsafəni verib bizə neçə? 1 Onda R-lər getdi. Bu nisbətli qaldı nə? 2. İndi keçirik üçüncü şərtimizə. Üçüncü şərtdə deyir ki, A nöqtəsinin təcilinin C nöqtəsinin təcilinə nisbətini hesabla uşaqlar. Yenə mərkəzdən keçən ox ətrafında fırlanan diskdə təcil dəyişir. Ümumiyyətlə, mərkəzdən keçən ox ətrafında fırlanan diskdə hansı kəmiyyətlər dəyişirdi? Sürət, təcil, yol. Demişdi ki, val dəyişir, özü də necə? Radiusdan düz asılı olaraq. Amma period, tezlik, bucaq sürəti, dövrlərin sayı, dönmə bucağı bu 5 dənə kəmiyyət isə sabit idi. Sənə istər 100 çevrə versin, istər 5 çevrə versin, İstərsə də 3 çevrə versin. İstənilən çevrədə baxanda bizim bax bu sabit dediyimiz kəmiyyətlər nədir? Bir-birinə bərabər. Təbii ki, nisbətləri də nə verəcək bizə? 1 verəcək. İndi uşaqlar dedi ki, təcil dəyişir, sürət dəyişir, yol dəyişir. Özü də necə? Radiusdan düz. Onda A-nın C-yə nisbəti veribsə, radiusu da eyni qaydada yazırıq. RA bölünsün RC. İndi baxıram uşaqlar. Mərkəzdən bizim A nöqtəsinə kimi olan məsafəmiz, yəni radiusumuz nəyə bərabərdir? 3-ə yazdıq. Bəs bir digər tərəfdən mərkəzdən C nöqtəsinə kimi olan məsafə baxıram ki 1 idi. Yəni radiusun 1 erdir. Bu nisbət də bizə nə verdi? 3. Onda gəlin uyğunluğu müəyyən edək. Deməli, birincidə cavab 1 idi. Nisbət 1-ə bərabərdir. 1-ə gəldi C. 2-də nisbətimiz 2 idi. Onda 2-yə gəldi D. 3-də də nisbətimiz 3-dür. Onda 3-ə də gəldi B. Yəni 1-ə C, 2-yə D, 3-ə də cavabımız nədir? B variantı. Gəlin indi uşaqlar 25-ci sualımıza baxaq. Nə deyir bizim üçün? Deyir ki, maddi nöqtənin çevrə üzrə dövr etmə tezliyi 0,25 saniyə üstü -1-dir. A vəziyyətini keçəndən sonra 10-cu saniyənin əvvəlində maddi nöqtənin sürəti hansı istiqamətə yönəlmişdir? Əslində burada bizim üçün tezlik o qədər də vacib bir nüans deyil. Elə A nöqtəsini keçəndən sonra 10 saniyəndə saysaz kifayətdir. Gəlin indi məsələn burada biz artıq tezliyə görə periodu tapa bilərik ki, görək bu cismin indi dövr etmə periodu nəyə bərabər imiş? Onu tapa bilərik. İndi deməli periodla da tezlik arasında hansı əlaqə ifadəsi var idi uşaqlar? Biz bilirik ki, period tezliyin tərsidir. Yəni T bərabərdir nəyə? 1 bölünsün N-ə. 1 bölünsün yəni 0,25-ə. Təbii ki, buradan tapanda elə periodun nəyə bərabər imiş? 4 saniyəyə. Yəni, baxırıq ki, bizim cisimimiz 4 saniyədə 1 tam nə edəcək? Dövr edəcək. Məndən istədiyi nədir? Məndən istədiyi odur ki, A vəziyyətini keçəndən sonra və 10-cu saniyənin əvvəlində maddi nöqtənin sürəti hansı istiqamətə yönəlib? Bax, A-da demirəm, A-nı keçəndən sonra. Onu başlayaq. A-nı keçəndən sonra sayıram. Deməli, 1, gəlin bax, yazaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli 10-cu saniyənin sonunda baxın cisim hansı nöqtədəymiş? C nöqtəsindəymiş. Yenə qeyd edirəm. Məsələnin şərti nə demişdi? A vəziyyətini keçəndən sonra. Mən də ona görə A vəziyyətini keçəndən sonra başladım nə etməyə? Yəni B-dən saymağa. Və nə deyir? 10-cu saniyənin əvvəlindəki maddi nöqtə sürətinin istiqamətini tapsaydıq. Bax, yenə sayıram. 1, baxın B-də 1, C-də 2, D-də 3, A-da 4. Təzədən fırlanır. B-də 5, C-də 6, D-də 7, A-da 8. Yenə təzədən fırlanır. B-də 9, C-də nə olur? 10. Yəni 10-cu saniyənin sonunda C nöqtəsindədir. İndi C nöqtəsindədirsə, məndən istədiyi nədir? Sürətin istiqaməti. Çevrənin fırlanmasına baxın, saat əqrəbi boyuncadır. Çevrə saat əqrəbi istiqamətdə fırlanır. Onda C-də sürətin istiqaməti necə yönələcək? Çevrəyə toxunan istiqamətdə olmaqla sağa doğru. Cavab da C variantıdır. Keçək indi baxaq 26-cı sualımıza. 26-cı sualda nə deyir bizim üçün? Deyir ki, əyrixətli hərəkətin ən sadə növü təbiətdə geniş yayılır. Təbii ki, əyrixətli hərəkətin ən sadə növü nədir? Çevrə üzrə hərəkəti idi uşaqlar. Çevrə üzrə hərəkət də hardadır? 5-dədir.
Daha sonra çevrə üzrə hərəkətdə maddi nöqtənin çevrə üzrə tam bir dövrünə sərf etdiyi zaman periyodu idi. Dövr etmə periyodu 4. Vahid zamandakı dövrlərin sayını isə tezlik xarakterizə edirdi. 3. Daha sonra maddi nöqtənin çevrə üzrə hərəkətini xarakterizə edən kəmiyyətlərimiz nədir? Təbii ki, bucaq sürəti və xətti sürət. Yəni 1, 2 yaxud 2, 1 fərqi yoxdur. İndi hansını veribsə onu qəbul edərik. 5, 4, 3 gəlirdi. 1, 2 verib elə, ona görə cavabımız nə olacaq? A variantı. Keçək indi baxaq 27-ci sualımıza. 27-ci sualda nə deyir bizim üçün? Deyir ki, O nöqtəsindən keçən ox ətrafında fırlanan disk üzərindəki A nöqtəsinin hansı nöqtəyə nəzərən sürəti ən kiçikdir? Uşaqlar, məsələnin şərtində nəzərən görə nisbətən sözləri var idisə, dedik nisbi sürətə gedirik. Nisbi sürətdə bu kimi məsələlərdə nə qeyd eləmişdik? Bir qeyd yazmışdıq. Özünə ən yaxın olduqda ən kiçik, özündən ən uzaq olduqda ən böyük qiymətini alır. Gəlin sadəcə mən bunu sizə isbat edim. İndi birincisi çevrənin fırlanmasına baxaq. Çevrə necə fırlanıb? Saat əqrəbi istiqamətində. Baxıram ki, saat əqrəbi istiqamətini dövr edir. Onda A nöqtəsində təbii ki, sürətin istiqaməti necə yönələcək? Baxın, bu şəkildə yuxarı doğru. İndi uşaqlar, baxın, biz bilirik ki, bax, bu 1 nöqtəsi və 4 nöqtəsini belə bir O nöqtəsinin ətrafında nə edəcək? Çevrə cızacaq. Gəlin, qəşəng çəkək bunu da. Baxın, 1, 4. Çevrəni cızdım. Həmçinin eyni şəkildə gəlin yenə 2 və 3 nöqtələrdə daxil olmaqla bir çevrəmizə cızaq. Baxın, bu da bizim bir digər çevrəmiz. İndi uşaqlar, baxıram, A nöqtəsində sürətin istiqaməti necədir? Daha doğrusu bağışlayın, 1 nöqtəsində sürətin istiqaməti necə olacaq? Diqqət eləyək. Yenə saat əqrəbi istiqamətdə fırlanırdı. 1-də sürətin istiqaməti necə oldu? Yuxarı. Bax, yazıram V1. Amma 4-də necə oldu? Aşağı. V4 yazıram. Həmçinin 5-də də necə? Aşağı olur. Daha sonra uşaqlar, 2 nöqtəsində sürətin istiqaməti necədir? Baxın, bir dənə baxın, 2 burada da, elə deyilmi? Yuxarı. V2 yazırıq yuxarı, amma 3 nöqtəsinə artıq necə olacaq? Aşağı olacaq. Onda məsələnin şərtində bizə nə demişdi? Hansı nöqtəyə nəzərən sürəti ən kiçikdir? Biz dedik ki, nəzərən görə nisbətən sözləri varsa nisbi sürətə gedirik. Nisbi sürət ən kiçik qiymətli hansı şərt alırdı? Məsələn, şərtdə kiçik dediyi üçün kiçiyə baxırım. Eyni istiqamətdə olanda və baxırıq ki, bizə nə demişdi? A-ya nəzərən ən kiçik. A ilə eyni istiqamətdə olanlar hansıdır? V1, bir də nə oldu? V2. Yəni cavab ya 1 nöqtəsi olardı, ya da 2 nöqtəsi. İndi bunlardan da qiymət verib həmişə tapırdıq və həmişə də artıq müəyyən edəndə, qiymət verəndə təyin edirdik ki, ən yaxın olan ən kiçik qiymət alır. Çünki uşaqlar, biz demişdik ki, çevrə üzrə hərəkətdə ki, bu nədir? İç-içə çevrələr. İç-içə çevrələrdə sürət dəyişirdimi? Təbii ki, dəyişirdi. Nəyə bağlı olaraq dəyişirdi? Radiusa bağlı olaraq dəyişirdi. Məsələn, A-nın gördüyünüz kimi olduğu çevrə bax bu qədərdir. A-da baxın, radius bu qədərdir ki, mərkəzdən olan məsafədə mən diametrə baxdım. Gəlin, lap radius kimi baxaq. A-da radius bu qədərdir. Daha sonra keçirik. Baxın, birincidə radius bu qədərdir. Daha sonra baxıram, həmçinin ikincidə də radius bu qədərdir. Uşaqlar, gördüyünüz kimi get-gedə mənim radiusum A, V1, V2 baxdıqda azala-azala gedib. Yəni, VA-da sürət ən böyükdür. Məsələn, VA-da sürətimiz tutalım 5-dir. V1-də sürət tutalım artıq bundan az olacaq, 3-dür. V2 də bu idi, bax, bu nöqtəmiz idi də. V2-də də sürət, məsələn, 1-1-dir. İndi 5-dən 3-ə çıxanda eyni istiqamətli hərəkətdə nisbi sürət çıxılaraq tapılaraq, ona görə biz nəzərən ən kiçik dediyinə görə eyni istiqamətə baxdıq. 5-dən 3-ə çıxanda bizə 2 verir, 5-dən 1-i çıxanda bizə 4 verir uşaqlar. Və gördüyünüz kimi isbat etmiş olduq. Amma sizin hər dəfə bunu artıq belə vaxtınızı itirməyə ehtiyacınız yoxdur. Nə edirsiniz? Özünə ən yaxın olan ən kiçik qiymət alır, özündən ən uzaq olan isə nədir? Ən böyük qiymət alır. İndi baxıram, A-ya ən yaxın nöqtə hansıydı? Təbii ki, birinci idi. Ona görə bizim cavabımız da nədir uşaqlar? 1, yəni A variantı olacaq. İndi gəlin uşaqlar, çoxunuzun çətinlik çəkdiyi situasiyanı izah edim. Başlayaq, nə deyir bizim üçün? Deyir ki, radiusu 32 metr olan dairəvi yolda 2 idmançı eyni nöqtədən, yəni bax bu nöqtədən, hamısını bircə göstərək. Baxın, deyir, bu nöqtədən əks istiqamətlərdə V1 4 metr böl saniyə, V2 8 metr böl saniyə sabit sürətlərlə qaçmağa başladılar. Birinci sualda nə deyir bizim üçün?
Deyir ki, idmançılar nə qədər vaxtdan sonra qarşılaşacaqlar. Məndən zamanı istəyir. Baxın, nə deyir? Nə qədər vaxtdan. Yəni, nə qədər zamandan sonra. Zamanın düsturu nə idi uşaqlar? T bərabərdir S böl V, L böl V. İndi sözsüz ki, burada da gəlin L yazaq. Çünki biz bildik ki, çevrə üzrə hərəkətdə əgər mən qövs boyunca hərəkət icra edirəmsə, qövsün uzunluğunu gedirəm də təbii ki. Ona görə yazırıq nə? L bölünsün V-dir. İndi hər iki cismin qarşılaşana kimi gedəcəyi ümumi məsafə nədir? Təbii ki, bu çevrənin bütöv uzunluğu. Ona görə L-in yerinə gətirib nə qoydum? 2 pi r. Biz bilirik ki, bütöv çevrənin uzunluğu da nəyə bərabərdir? 2 pi r. Baxırıq ki, sürətin bizə neçə qiymətini verib? 2 qiymətini verib. Və bir digər tərəfdən də nə qeyd edir? Deyir ki, cisimlər əks istiqamətlə hərəkət edir. Tez dərhal onda nəyə gedirik? Nisbiliyə. Nisbi sürət əks istiqamətli hərəkətdə necə tapılırdı? Toplanaraq. Yəni V1 plus V2. Bütün qiymətləri yerinə qoyub zamanımızı tapaq. 2 vurulsun, piyimiz 3'dür, radiusu verib 32. V1'i verib 4. V2'miz də 8. Onda deməli uşaqlar buradan 6 vurulsun. 32 bölünsün 12'ye. Bu 12, bu 6 getdi 2. 32'ni də 2'ye böləndə neçə elədi? 16. Yəni mənim baxın cisimlərim 16 saniyədən sonra nə edəcəklərmiş? Görüşəcəklərmiş. Birincini tapdıq. İndi keçək ikinci sualımıza. İkinci sualda nə deyir bizim üçün? Deyir ki, Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. 36 saniyədə yer dəyişməsi hansının 64-dür? Mərkəzi qaçma təcili bir digər tərəfdən çevrənin mərkəzinə doğru yönəlir. İndi uşaqlar, gəlin burada birincisi biz nəyi tapmalıyıq? Baxın, mənim birinci cismimdə, ikinci cismimdə bütöv çevrəni hansı zamanda gəlib neyniyəcək? Tamamlayacaq. İndi gəlin başlayaq da. Deməli uşaqlar, T bərabərdir. Sözsüz ki, bütöv çevrədir. Getmək üçün sərf olunan zamanı da biz nə deyirik? Period. Ona görə kiçik T yox, nə yazdım? Böyükdür. İndi T1 bərabərdir uşaqlar. Biz bilirik ki, bütöv çevrənin getmək üçün vahid çevrənin bütün uzunluğunu qət etməliyik. L bölünsün nəyə? V1'ə. L'imiz nədir? 2 pi r. Bir digər tərəfdən uşaqlar, birinci cismin sürəti nə idi? 4 idi. 2 vurulsun 3, radiusumuz 32 idi. Bölünsün 4'ə. Bu 32, bu 4, 8 elədi. 8'i deməli 3'ə vuranda eləyir 24. 24'ə də 2'yə vuranda 48. Deməli birinci cisim bütöv çevrəni 48 saniyə nə edəcək? Dövr edəcək. Bax, bu nöqtədən hərəkətə başlamamışdı. Təzədən bu nöqtəyə qaydana kimi birinci cismin sərf etdiyi zaman nə oldu? 48 saniyə. Eyni qaydada keçək ikinci üçün. T2 bərabərdir. 2 pi r bölünsün. İkinci cismin sürəti neçə idi? 8 idi. Deməli 2 vurulsun. 3 vurulsun. Radiusumuz 32 idi. Bölünsün 8. Bu 32, 8 getdi 4. 2'ni 3'ə. 6, 6'ını da 4'ə vuranda neçə elədi? 24 saniyə. Yəni, baxın, mənim bu ikinci cismim təzədən bax, bu A nöqtəsinə, daha buna A nöqtəsi deməyək, çünki orada A nöqtəsi verilib. O nöqtəsi deyək. Bu O nöqtəsinə 24 saniyə müddətində nə edəcək? Qaydacaq. Deməli, birincinin dövr etmə periyodu 48 saniyə imiş, ikincinin dövr etmə periyodu 24 saniyə imiş. İndi məsələnin şərtində verilənlərə baxaq. Nə deyir bizə? 36 saniyə müddətində yer dəyişmə 64 metrdir. Gəlin görək 36 saniyədə mənim birinci cismimdə, ikinci cismimdə nə qədər dövr edib, ondan sonra hesablaya bilərəm. Deməli, N bərabərdir. T bölünsün T'dən. Bizə verilən zaman neçədir? 36 saniyə. Birincinin dövr etmə periyodunu neçə tapdıq? 48. İndi uşaqlar, buradan 6'ya ixtisar aparanda nə qalacaq? 6, burada da 8. Yenə təzədən 2'ya ixtisar aparanda 4, 3. Deməli, birinci cisim 4'də 3 dövr edib. Yəni, birinci idmançı deyək. Cisimdə demək, birinci idmançımız 4'də 3 dövr edir. 4'də 3'də yer dəyişmə nəyə bərabər imiş uşaqlar? Biz bilirik, R kökdə 2. 4'də 3'də, 4'də 1'də R kökdə 2'dir. İndi radiusumuzu neçə vermişdi məsələnin şərtində? 32. Onda deməli, baxın, bizim 36 saniyə müddətində birinci cismimizin icra etdiyi yer dəyişmə nəyə bərabərdir? 32 kökdə 2'yə. Deməli, bu uyğun deyil. Birinci idmançıya aid deyildi. Keçək eyni qaydada ikinci idmançı üçün baxaq. N2 bərabərdir. T bölünsün T. Məsələnin şərtində müddəti vermişdi 36 saniyə. İkinci idmançının dövr etmə periyodunu tapdıq. Bütöv çevrəni 24 saniyəyə qət etdi. İndi 36 bölünsün 24. 6'ya böləndə yenə 6 bölünsün. Deməli uşaqlar burada 4. 2'yə böləndə 3 bölünsün 2. Nə aldıq? 1 tam 2'də 1. İndi 1 tam dövrdə yer dəyişmə 0'dır. Baxırıq hansı hissəyə bura? 2'də 1'ə. 2'də 1'də yer dəyişmə nəyə bərabər idi? 2 r. Və mənə də plus radiusu neçə vermişdi? 32 vermişdi.
Onda S bərabərdir 2 vur 32. Yəni yer dəyişməsi 64 metr olan 36 saniyədə deməli hansı idmançıymış? İkinci idmançıymış. Yəni bir gəldi ki, mərkəzə qaçma təcili çevrə mərkəzinə doğru yönəl. Bu hər ikisinə aid uşaqlar. İstənilən nöqtədə biz dedik ki, həmişə təcil necə yönələcək? Çevrənin mərkəzinə. Bir period müddətində getdiyi yol, təbii ki, bir period müddətində getdiyi yol həm birinci idmançının, həm də ikinci idmançının nədir? 192 metrdir, 2 pi. Çünki biz bilirik ki, baxın, bu bütöv çevrənin uzunluğu L bərabərdir 2 pi idi də 2 vurulsun 3. Bir digər tərəfdən radiusunda 32. Bu da bizə təbii ki, nə verir elə? 192 metr verir. Yəni həm birinci idmançı, həm də ikinci idmançı təbii ki, bir periodda uşaqlar bütöv çevrəni, yəni bütöv çevrədə bax bizim bu çevrəmizin uzunluğu nə idi? 192. 192 metri qət etməli idi hər ikisi. 3 də gəldi yenə mərkəzə. İndi keçək baxaq burada uşaqlar 4-cü şərtimizə. 4-cü şərtdə nə deyir bizə? Deyir ki, hərəkətə başladıqdan 12 saniyə sonra B nöqtəsində olar. B nöqtəsi baxıram uşaqlar. Çevrənin bax bu O nöqtəsindən hərəkətə başlamışdıq. Gəlin buradan qəşəng göstərim. Bax bu çevrənin O nöqtəsinə hərəkətə başladım. Gəlirəm B nöqtəsinə. Onda B nöqtəsinə gəlmək nədir? Təbii ki, çevrənin yarısı. İndi çevrənin yarısında olmaq üçün baxıram mən yeni periodlarıma. Birinci cismin dövrətmə periodu nə idi? 48 saniyə. 12 saniyədə onda mənim birinci cismim çevrənin hansı hissəsində olacaqdır? 4də 1-ində. Baxın, yenə qeyd edirəm. Biz bildik ki, bizim birinci cismimizin dövrətmə periodu nədir? 48 saniyə. Amma mənə məsələnin şərtini nə vermişdi? 12 saniyə. İndi mən bilirəm ki, 12-48-in hansı hissəsini təşkil edir? 4də 1-ini. 12 saniyədə bizim birinci idmançımız uşaqlar, baxın, A nöqtəsində olur. Çevrənin 4də 1-ində. Birinci idmançı bu nöqtədə olur. Amma bir digər tərəfdən 12 saniyədə baxın, ikinci idmançımız harda olacaq? Təbii ki, B nöqtəsində. Çünki mən bilirəm ki, ikinci idmançının dövrətmə periodu 24-dür. 12 24-ün hansı hissəsini təşkil edir? Yarısını, 2də 1-ini. Təbii ki, onda 24, daha doğrusu bağışlayın. 12 saniyənin sonunda B nöqtəsində olan hansı idmançı olacaq? İkinci idmançı olacaq. Onda deməli 4 də gəldi. 2 uşaqlar, bax burada məsələnin şərtdə səhvliyi var. Bu 5-cidə 12 saniyədən sonra A nöqtəsində olmalı idi. Biz də bayaq qeyd elədik axı. Təbii ki, A nöqtəsində olan hansı olacaq? Birinci idmançı, çünki ümumi dövrətmə periodu 48 idi. 12-48-in 4də 1-idir. 4də 1 də A nöqtəsinə düşür. B nöqtəsi yarısıdır 2də 1. C nöqtəsi 4də 3-üdür. O-dan O-ya gəlmək isə bütöv çevrəmiz bir tam perioddur. Onda 5-ci də gəldi. Təbii ki, baxın elə birinci idmançıya uyğun şəkildə. Yəni 1-ə 5, ortağa 2-3, 2-yə isə 1-4 gələcək. İndi keçək 3-cü sualımıza. 3-cü sualımız bax bununla bağlıdır uşaqlar. Eyni ilə artıq bizim ikinci şərtimizə bağlı sualımızdır. Nə deyir məsələnin şərtində? Bizə deyir ki, hərəkətə başladıqdan 12 saniyə sonra birinci idmançının ikinci idmançıya nəzərən sürətin istiqaməti. Baxın, birinci idmançı dedik ki, 12 saniyənin sonunda harda olur? A nöqtəsində, çünki onun dövrətmə periodu 48 idi. 12-48-in 4də 1 idi. A nöqtəsi də təbii ki, baxın, buradan hərəkəti başlayan cisim üçün çevrənin 4də 1-idir. Və təbii ki, bax, bu şəkildə istiqamətdə hərəkət etdiyinə görə A-da sürətin istiqaməti olacaq aşağı. Yəni, birinci idmançının hərəkət istiqaməti bu şəkildədir. İndi bir digər tərəfdən ikinci cisim 12 saniyədən sonra baxın buradan hərəkətə başlayır və özü də bu şəkildə saat əqrəbi istiqamətində hərəkət edərək. Dövrətmə periodu 24 saniyə idi. 12 saniyə 24-ün hansı hissəsini təşkil edir? Yarısını. İndi buradan hərəkətə başlayan cisim üçün yarısı gəlib hara düşəcək? Təbii ki, B nöqtəsinə. Yəni ikinci cisim isə B nöqtəsində olur və fırlanmaya görə hərəkət istiqaməti də necə yönəldi? Sola doğru. İndi sürətlərin istiqaməti var. Baxın, biri belə bir vektordur. Yazıram, V1-imiz bu şəkildədir. V2-miz isə bu şəkildə verilibdir. İndi məsələnin şərtinə baxaq. Nə deyir bizim üçün? Deyir ki, hərəkətə başladıqdan 12 saniyə sonra birinci idmançının ikinciyə nəzərən sürətini hesablayın. Uşaqlar, gördüyünüz kimi burada vektorlardır. Biz də bilirik ki, məsələnin şərti nəzərən görə nisbətən söz varsa nisbi sürəti gedirik. Nisbi sürətdə nə idi? Vektorial fərq. Onda deməli mən artıq burada birincinin ikinciyə nəzərən sürəti deyirsə, vektorial fərqdən, vektorların çıxılmasından danışmalıyım. İndi vektorların çıxılmasında qayda nə idi? Birincinin ikinciyə nəzərən qeyd edirsə, yəni V1 çıx, V2, dedik vektorlardan biri sabit qalmalıdır. Məsələn, bax burada V1-i sabit saxlayalım.
Birinci olduğu kimi sabit qaldı. Daha sonra digəri, yəni ikincini olduğu kimi sabitin gətirib köçürən başlanğıcına. Bax, bu hissə başlanğıcdır, ox olan hissəsi sondur. İndi yenə qeyd edirəm, digərini olduğu kimi gətirib sabitin köçürük başlanğıcına. Gətirib köçürdüm, bax bu şəkildə başlanğıcına. Daha sonra demişdik ki, çıxılandan azalana bir vektor istiqamətlendirilir. Təbii ki, çıxılan qarşısında çıx işarəsi olanda azalan da V1'dir. Çıxılandan azalana bir vektor istiqamətləndirirəm. Bu da olur elə bizimlə birincinin ikinciyə artıq nəzərən sürətinin istiqaməti. Yəni, bax, cavabımız bu qırmızıdır. Qırmızı ştrixlədiyimdir. Bu da bizim situasiyalarımızın həlli idi uşaqlar. Yəni, ümumilikdə çevrə sınağının bütün suallarının artıq izahına baxdıq.